Salam, axşamın xeyir olsun. Bugünkü mövzumuz sayla bağlıdır. Əvvəlki mövzuların izahını yerləşdirmişəm YouTube kanalıma. İndi isə say haqqında danışaq. Demək, say nədir? Əşyanın miqdar sırasını bildirən əsas hissəsidir. Sualları neçə, nə qədər, neçəndir suallarına cavab verir. Sayın xüsusiyyətləri var, bir də sayın sifətlər arasında oxşar cəhətlər var. Bunların hamısını qeyd edək. Say əsas xüsusiyyəti odur ki, sayda sifət kimi əşyaya aid olur. Əşya deyəndə burada qrammatik cəhətdən əşya nəzərdə tutulur. Və sifət kimi əşyaya aid olur və ondan əvvəl işlənir. 2 kitab, 5 qələm və s. Aid olduğu isimlə bərabər işləndikdə qrammatik şəkilçi qəbul etmir. Məsələn, buraya yazılıbdır 5 maşın. 5 saydır, maşın isimdir. Aid olduğu isimlə işlənəndə qrammatik şəkilçi qəbul etmir. Amma bax, məsələn, bu ismi itirəndə o zaman ismin xüsusiyyətini daşıyır. Məsələn, deyirəm ki, 10-cu adamlar qalib gəldilər. Məsələn, orada isim itirdi, adamlar sözünü, oldu 10-cular qalib gəldi və burada ismin xüsusiyyətini daşıdı. Düzəltmə saylar əsasən saylardan düzəlir. Düzəltmə saylar dediyinə əsasən saylardan düzəlir. Onun qurucu növlər keçəndə biləcək ki, yəni tək-tük halda başqa hissəsindən düzəlir. Yəni, amma əsasən saylardan düzəlir. Və say düzəldən şəkilçi də elə çox deyil, bunu əzbərləməlisiniz. Məsələn, yazılıb 5-ci, 8-ci çoxlu və s. Sonra dedik ki, düzəltmə say nədən yaranır? Əsasən dedik ki, saylardan yaranır. Amma əvvəl, axır, son, filan sözlərinə, əvvəl, axır, son, filan, əvvəl, axır, son, filan sözlərinə ıncı şəkilsini artırmaqla sıra saylarda düzəltmək olar. Axırla son isimdir, əvvəl zərfdir, filan da əvəzlikdir. Yəni, bu sözlərə də qoşularaq inci şəkilçini əlavə edərək sıra sayı düzəltmək olar. Cümlədə təyin olur. 2 şagird dərsə gəlməmişdi. Gəlməmişdi. Kim? Şagird. Hansı şagird? 2 şagird. Təyini sualına cavab verdi. Və cümlədə təyin olur. Say düzəldən bütün leksi şəkilçilər milli məşəldir. Yəni, say düzəldən elə şəkilçilərimiz çox deyil və o şəkilçilərdə bizim özümüzün milli şəkilçilərimizdir. Aydın yadında qalsın. Sonra 0, 80, milyon, milyard, trilyon. Bu saylardan başqa bütün saylar milli məşəldir. Yəni, saylarımız düzəldən, say düzəldən şəkilçilər özümüzün milli şəkilçilərimizdir və hətta sayların çox hissəsi özümüzün milli saylarımızdır. Ancaq 0, 80, milyon, milyar, trilyon sayları, yəni ki, bunlar alınma məşəlidir, qalanları milli məşəli saylarımızdır. Davam edək. Dedik ki, hansı saylarımız və bir daha yekunlaşdıraq, ümumiləşdirək. Deyirəm ki, say düzəldən şəkilçilərimiz var. Bu şəkilçilər bizim milli məşəlidir. Və say düzəldən şəkilçilər dedik ki, milli məşəldir. Amma bütün saylar milli məşəl deyil. Hansılar? 0, 80, milyon, milyon, trilyon filan alma məşəli bizim saylarımızdır. Say ilə sifət arasında oxşar cəhətlər var. Hər ikisi nəyinin isimdən bağlı olur? Bax, maraqlı sifətdir, əsər isimdir. Əvvəl izahında çəkməmişdim, videonun qabağında da demişdim ki, hər ikisi isimlə bağlı olur, hər ikisi isimdən əvvəl gəlir. Hər ikisi isimləşə bilir. Biz sifətin isimləşməsində keçmişik. Sayda isimləşə bilir. Nə zaman? Özündən sonra aid olduğu ismi itirəndə sayda sifət isimləşir. Hər ikisi adətən cümlədə təyin olur. Hər ikisi ədatla işlənə bilir. Məsələn, lap çox. Bir də lap yaxşı. Ədatla işlənə bildi. Hər ikisi hansı sualına cavab verə bilər. Təmirli bina hansı bina? 5-ci bina hansı bina? Yəni, yeni suala cavab verir. İsim, sifət və sayla isim sifət və say ilə işlənərsə, adətən say sifətdən əvvəl gəlir. Məsələn, əsər, isim, maraqlı sifət, 5 say. Say sifətdən əvvəl gəlir.
Sayın quruşca 3 növü vardır. Sadədir, düzəltmədir, mürəkkəbdir. Sadə sözlər, bax bunlar sadə saylarımızdır. Düzəltmə saylarımız dedim ki, şəkilçi azdır. Bax bu şəkilçilər budur. Bu şəkilçiləri əzbər yadda saxlamaq lazımdır. Inca, larla, larca, lu, luda aid çoxlu sözümüz var. Bir də azcıqa, azacıq şəkilçiləri, yəni bu say düzəldən şəkilçilərimizdir. Aha. Və mürəkkəb saylar isə əsasən saylardan yaranır. Məsələn, bunlar da mürəkkəb saylarımızdır. Devs yazılan mürəkkəb saylar əsl mürəkkəb saylardır. Devslə. Məsələn, 3, 4, 2, 3 bunlar əsl mürəkkəb saylardır. Ayrı yazılan mürəkkəb saylar isə məsələn, burada 12-dir, 25-dir. Bunlar ayrı yazılan saylarımız da tərkibi mürəkkəb saylar sayılır. Eyni müəyyən miqdar sayının təkrarı say əmələ gətirmir. Belə sözlər zərf hesab olunur. Məsələn, eyni miqdar sayın təkrarı dedik ki, say əmələ gətirmir. Bunlar bir-bir getdilər. Özünə son feil tələb edir və cümlədə yəni zərf olur. Sonra say mənaca növləri var. Say 2 məna növü var. Miqdar sayları sıra sayları. Miqdar sayları da özü bir neçə növlərə bölünür. Onlara baxaq. Məsələn, müəyyən miqdar sayları, qeyri-müəyyən miqdar sayları, kəsir sayları 3 yerə bölünür. Müəyyən miqdar sayları əşyanın konkret miqdarını bildirən saylara müəyyən miqdar sayları deyilir. Məsələn, 5, 10, 2 və s. Neçə, nə qədər sualına birinə cavab verir. Müəyyən miqdar sayları quruşca sadə və mürəkkəb olur. Müəyyən miqdar sayları quruşca sadə, mürəkkəb olur. Demək, müəyyən miqdar saylarının düzəltmə variantı olmur. Müəyyən miqdar sayları sadə, mürəkkəb olur. Müəyyən miqdar sayından sonra gələn söz adətən cəm şəkilçisini qəbul etmir. Müəyyən miqdar sayından sonra gələn söz adətən cəm şəkilçisini qəbul etmir. Zaman məzmunlu bəzi isimlər 100, 1000 kimi müəyyən miqdar sayından sonra cəmdə işlənə bilər. 1000 illər. Bu məqamın qrammatik normanı və bu 1000 illər sözü qrammatik normanı pozur. Yəni deyir ki, müəyyən miqdar saylarından sonra gələn isimimiz cəmlənmir. Amma 100, 1000 kimi saylarımız var ki, bunlar 100 min kimi saylarımız özünə sonra gələn isimləşə bilər. Məsələn, illər sözü burada isimləşdir. Amma bu qrammatik normanı pozmur. Müəyyən miqdar sayları sayı ilə isimlər arasına nəfər, baş, dənə, bax bunlar bu kimi nümeratив sözlərimiz artırmaq olar. 3 ədəd, məsələn 10 parça qələm və salam. Sonra nəfər, insan, baş, heyvan, ədəd, dənə, cansız əşya, cüt, dəst, quşaqlıq bildirən isimlərlə işlənir. Baş, soğan, samsa sözləri ilə işlənə bilər. Bir baş, soğan. Nümeratив sözlər 2 qrupa bölünür. Kəmiyyət, fərq əmələ gətirənlər, bir də kəmiyyət, fərqi əmələ gətirməyənlər. Kəmiyyət fərqi əmələ gətirən nümeratив sözlər işləndiyi nümunəyə çoxluq anlayışı gətirir. Müqayisə edin. 2 ayaqqabı, 2 cüt ayaqqabı. 1 gül, 1 dəstə gül. 1 kitab, 1 qucaq kitab və s. Nəfər say ilə isim arasında işlənmədikdə nümeratив söz yox, sadəcə isim olur. 2 nəfər polis. Əgər desə yazsa ki, 2 nəfər adam, polis, məsələn 2 nəfər adam. Aha. Məsələn, burada deyir ki, 2 nəfər polis həyətdə səni gözləyir. Burada nəfər nədir? Nümeratив sözdür. Bir də deyir ki, 2 nəfər həyətdə səni gözləyir. Əgər burada yazsaydı 2 nəfər adam səni gözləyir, onda nəfər nümeratив olur. Əgər nəfərdən sonra isim gəlmirsə, yəni ki, 2 nəfər polis, məsələn 2 nəfər adam belə olmursa, onda nəfər nə olur? Nümeratив söz sayılmır, isim sayılır. Bunun yadınıza saxlayın. Məsələn, 2 nəfər adam deyəndə nəfər orada nümerativdir. Eləcə 2 nəfər deyəndə orada nümerativ sayılmır, isim sayılır. Nəfər, dənə, ədəd, cüt, dəst, litr kimi sözlər əsas vəzifəsi nümerativ olan sözlərdir. Yəni əsas vəzifəsi nümerativ olan sözlərimiz bax bunlardır. Bunları əzbər soruşacağam. Parça, tikə, qaşıq, göz, top
vedrə, vaqon, stəkan kimi sözlər isimdir. Bax, bu sözlərimiz də isimdir. Yadında saxla. Lakin yerinə görə də numerativ söz kimi də işlənə bilər. Hansı sözlərdir? Parça, tikə, qaşıq, göz, baş, top, vedrə, vaqon, stəkan və s. kimi sözlər isimdir. Lakin yerinə görə numerativ söz kimi də işlənə bilir. Sonra qeyri-müəyyən miqdar sayları, bir daha ümumiləşdirin müəyyən miqdar sayları. Müəyyən miqdar sayları qurucsa sayda oldu, mürəkkəb oldu. Məsələn, sayda 1, mürəkkəb 11. Müəyyən miqdar sayları dedik ki, sayda mürəkkəb olur. Və müəyyən miqdar saylarından sonra gəlin isimlər dedik cəmlənmir. Amma 100-dür, 1000-dir. Bu kimi saylardan sonra gəlin isimlər cəmlənə bilər. Bu da qrammatik normanı pozmur. Və müəyyən miqdar sayların suallarını neçə, nə qədər suallarını birinə cavab verir və əşyanın konkret miqdarını bildirir. Burada məsələn numerativ olan sözlərimiz var ki, nəfərdir, dənədir, ədəddir, cütdür. Bunlar əsl numerativ sözlərimizdir. Amma parça, tikə, qaşıq, top, vedrə, vaqon, stəkan kimi sözlərimiz var ki, bunlar yerinə görə isim ola bilər və numerativ söz kimi də işlənə bilər. Sonra və numerativ sözlər dedik ki, qrupa bölünür, kəmiyyət fərqi olanlar, kəmiyyət fərqi olmayanlar. Məsələn, bir gül desən, kəmiyyət fərqi yoxdur, amma bir dəstə gül desən, burada kəmiyyət fərqi yaranmış olacaq. Sonra qeyri-müəyyən miqdar sayları haqqında danışaq. Əşyanın miqdarını adında da göründüyü kimi qeyri-müəyyənlik bildirir. Nə qədər sualına cavab verir. Qeyri-müəyyən miqdar sayları bunlardır. Yəni azdır, oxu, az, çox, xeyli. Məsələn, az deyəndə bilmirsən nə qədər azdır, çox deyəndə bilmirsən nə qədər çoxdur və qeyri-müəyyən şəkildə özünü göstərir. Xeyli bilmirsən bir qədərdir. Adının tərkibində də o qeyri-müəyyənlik qorunub saxlanılır. Bir çoxdur, bilmirik o bir çox nə qədərdir, bir azdır, az çoxdur və s. Amma dedik ki, bir-bir müəyyən miqdar sayının təkrarına yaranan sözlər dedik ki, zərf sayılır, bu isim sayılmır. Sonra qeyri-müəyyən miqdar sayları qurucsa 3 cür ola bilər. Sayda, düzəltmə, mürəkkəb. Müəyyən miqdar sayları sayda, mürəkkəb oldu. Amma qeyri-müəyyən miqdar sayları sayda, düzəltmə, mürəkkəb. Burada məsələn az saydədir, azacıq düzəltmədir, az çox da mürəkkəb saylarımızdır. Qeyri-müəyyən miqdar sayları numerativ sözlə işləmir. Qeyri-müəyyən miqdar sayların numerativ. Məsələn, az nəfər adam, çox nəfər adam bu şəkildə olmur. Lakin təqribi saylarımız var ki, məsələn, təqribi saylar hansılardır? 3-dür. Bunlardan sonra demək nə işlənə bilər? Bir neçə say işlənə bilər. Məsələn, 5-6 nəfər adam. 5-6 nəfər adam. Bir neçə nəfər adam. Yəni ki, deyirik ki, qeyri-müəyyən miqdar saylarından sonra numerativ söz işlənmir, ancaq təqribi saylarımız var ki, təqribi qeyri-müəyyən saylarımız var ki, 5-6 nəfər adam, bir neçə nəfər adam şəklində işlənə bilər. Sonra əsas məsələ bax, bir sədədir. Bir sıra bir çox sayları var ki, bu saylardan sonra gələn isimlər nədə olur? Cəmdə olur. Məsələn, bir sıra məsələlər cəmdə işlədirik. Sonra çox, çoxlu, onlara, yüzlərlə kimi, çox, çoxlu, onlara, yüzlərlə kimi saylarını izah etdiyi sözlər həm təkdə, həm də cəmdə ola bilər. Məsələn, çox adamda yazsaq ola bilər, çox adamlar da yazsaq ola bilər. Yüzlərlə fikir də ola bilər, yüzlərlə fikirlər də ola bilər. Yəni, çox, çoxlu, onlara, yüzlərlə, bunlardan sonra gələn isimlər həm cəmdə, həm də təkdə işlənə bilər. Bir sıra, bir çox saylardan sonra gələn isimlər dedik, yalnız cəmdə olur. Qalan yerdə qalan miqdar saylarımız var ki, bu saylarımız nədə olur? Yalnız təkdə olur. 3-5 uşaq, xeyli adam, biraz meyvə və s. Sonra az-çox sözləri ən lap daha ədadları ilə işlənə bilir. Ən az, lap çox, daha az. Az-çox sözləri ən lap daha ədadları ilə işlənə bilir. Bir qism saylar da var ki, onlar müxtəlif sayların birlikdə işlənməsinə əmələ gəlir. Belə saylara təxmini miqdar sayları deyilir. Bu saylar sayın ayrıca bir məna növünə daxil deyil.
qeyri-müəyyən miqdar saylardır. Məsələn, 5, 6, 7, 8 bunlar da qeyri-müəyyəndir. Çünki 5, 6 deyəndə orada bilmirsən 5-dirmi, 6-dırmı qeyri-müəyyənlik olur. Sonra təqribi, yəni təxmini, məsələn, bax bunlar 7, 8 bunlar təqribi saylardır. Sonra təqribi sayların birincisi ən azı, məsələn 5 ən azı bildirir, 6 da ən çoxu bildirir və bu saylar nə qədər həm də neçə sualına cavab verir. Nə qədər neçə sualı həm də dedik hardadır? Müəyyən miqdar saylardan nə qədər sualına cavab verir. Müəyyən miqdar sayları sayda mürəkkəb olur, qeyri-müəyyən miqdar saylar isə üst cür ola bilər, sayda düzəltmə mürəkkəb. Sonra kəsr sayları var ki, miqdar sayının da bir növü kəsr sayları tam hissəni və ya tamın hissəsinin bir hissəsini bildirir. Məsələn, 1,5 nə qədər neçə hissə suallarına birinə cavab verir. Kəsr sayları quruzca mürəkkəb olur. Kəsr sayları quruzca necə olur? Mürəkkəb. Çünki onda 5. 2 dənə sayımız olduğuna görə bu mürəkkəb say kəsr sayları hesab olunur. Kəsr sayları müəyyən miqdar sayları və da, yeriş, hal, məsələn, bu şəkilçi çıxışı hal şəkilçisində bərabərdir. Kəsr sayları müəyyən miqdar sayları və da şəkilçisi birləşdirir. Müəyyən miqdar sayları, məsələn, 5, 5-də da şəkilçisi vasitəsilə işlənir. Kəsr sayları yerinə görə, bax, belə onlara çərək kimi sözlər də işlənir. Yarım, bu da 4də 1 çərək deməkdir. Kimi sözlərlə işlənir. Demək, 1,2 yarım, 4də 1 isə çərək kimi sözlər də işlənir. Kəsr sayıları rəqəmlərlə yazılanda vergüldən istifadə olunur. Məsələn, bu 3,5 sayılır. Orada nə edir? Rəqəmlərlə də istifadə oluna bilər. Sonra davam edək, sıra saylarda qalmışdıq deyəsəm. Sıra sayı dedik ki, əşyanın sırasını bildirir və neçənci sualına, bəzən də hansı sualına cavab verir. Sıra sayları miqdar saylarına, məsələn 1 miqdar sayıdır, ona ıncı şəkilçisini artırmaqla düzəlir. 5, 5-ci, 1, 1-ci və s. Sıra sayları qurucu sayda olmur. Sıra sayları düzəltmə olur, mürəkkəb olur. Çünki sayda sıra sayı olmur. Çünki deyirik ki, sıra sayının ıncı şəkilçisi var. Yenə təkrar edək. Miqdar sayları sayda mürəkkəb olur, düzəltmə olunur. Qeyri-müəyyən miqdar sayları hər üç formada ola bilər. Sayda, düzəltmə, mürəkkəb. Kəsr sayları mürəkkəb olur. Sıra sayları isə sayda olmur. Düzəltmə, mürəkkəb olur. Bunu yadında saxla. Və sıra saylarını izah etdiyi isimlər tək, həm də cəmdə ola bilər. Sıra sayından sonra gələn isimimiz həm təkdə, həm də cəmdə ola bilər. Məsələn, 90-cı ildə deyə bilərsən, 90-cı illərdə deyə bilərsən. 90-cı ildən də sırf 90-cı il nəzərdə tutulur. 90-cı illərdən də bu 90-ın üstü rəqəm olan, məsələn, 91, 92, 93 bu illər nəzərdə tutulur. Sıra sayları miqdar saylarına fərqli olaraq sifətlərə daha yaxındır. Belə ki, bəzən hansı sualına cavab verir. Məsələn, deyirsən 10-cu sinif, hansı sinif? Hansı suallara cavab verə bilərik? Əvvəl, axır, son sözlərinə ıncı şəkilçi ilə işləndikdə sıra sayı olur. Əvvəl dedik ki, zərfdir, axır, son isimdir, falan da əvəzlikdir. Sonra sıra saylar başqa saylara nisbətən daha çox isimsiz işlənə bilir. Yəni, isimləşir. Bir də 5-ci sinifdə deyə də bilərik, 5-ci siniflərdə deyə bilərik. Bu nə zaman ola bilər 5-ci sinif deyəndə? 5-ci siniflər deyəndə, məsələn, bir məktəbdən öyle olur, bir sinifdən bir dənə olur, 5-ci sinif. Bir də deyəsən ki, 2-3 dənə 5-ci sinif olur, paralel. Onda deyə bilərsən ki, 5-ci siniflər. Sıra sayları müxtəlif cür yazılır, sözlə yazılır, yazılışlara diqqət edilir, sözlə yazılır. Ərəb rəqəmləri və inci şəkilçisi olur. Məsələn, 6 ərəb rəqəmi sözlə yazılır. Roma rəqəmləri ilə yazılır. Roma rəqəmlərinin üçün defis və şəkildə istifadə olunmur. Yəni, Roma rəqəmləri
Bax, belə yazmaq səhvdir. 10-cu şəklində yazmaq səhvdir. Elə bu 10-cu tərkibində elə 10-cu deməkdir bu. Sonra nöqtə və yarım mörtəzə ilə yarım mörtəzədən sonra nöqtə qoymaq olmaz. Yəni bu da birinci deməkdir. Bu da birinci deməkdir. Demək, həm sözlə yazıldı, həm ərəb rəqəmləri ilə sözlərin, həm Rum rəqəminin, həm bir nöqtə, bir mürtəzə şəklində də yazmaq olur. Yəni müxtəlif cür formalarda yazılır. Sonra və sıra sayılar bəzən qeyri-müəyyənlik də bildirə bilər. Ay sağ ol, bunu demişdim. Məsələn 1950-ci il dedikdə, məsələn 1990-cı illər dedikdə, o 1950-59-cu illər arası nəzərdə tutulur. Sıra sayının isimləşməsinə diqqət yetirək. Say aid olduğu ismini itirəndə isimləşir. Yəni sifət necə isimləşirdi? Bu da isimləşəndə ismə aid xüsusiyyətlər qazanır. Cəmlənə bilir. Sonra mənsubiyyətə görə dəyişə bilir. İsim kimi hallanır. Kim nə suallarına cavab verir. Sağ xəbər və çıxış edək ki, ismi xüsusiyyətini daşıya bilər, daşımaya da bilər. Bu sifətə dairdir, sifət dilidir. Xəbər vəsvəsində çıxış edəndə isimləşə də bilərdi, isimləşməyə də bilərdi. Məsələn, deyir ki, bu gün işimiz çoxdur. Baxarıq sual verirsən, nə qədər sualına cavab verirsənsə, deyirik ki, bu isimləşməkdir. Amma nədir, kimdir, belə sualına cavab verirsə, deyirik ki, isimləşibdir. Əgər sayı sualını saxlamırsa, isimləşib. Kimdir? Məsələn, gələn 10-culardır. Kimdir? Öz sualını saxlamırsa, isimləşibdir. Sonra sayla bağlı ümumi qeydlərimizdən var. Bax, bu ümumi qeydlər lazımdır. Bunu oxumaq, əzbərləmək lazımdır. Sayın özünə məxsus qrammatik şəkilçisi yoxdur. Say şəkilçiləri dedik ki, milli şəkilçilərdir. Burada 4-5 şəkilçidir. Onları əzbər yadında saxla. Saylar milli mənşəlidir. Amma bu sözlər dedik ki, alınma mənşəlidir. Ümumi saylarımız var. Ümumi saylardan diqqət yetirin, ümumi saylar əsasən düşən saylarımızdandır. Məsələn, bir sözü olur say, ədad. Az sözü say, feil. Məsələn, az, adam, bir də azmaq, feil kimi. 40, qırxmaq, feil kimi, 40 say. 50 say, 50 sifət. Desən ki, 50 adamdır. Yəni, işi çox görən, yəni 50 tərpənən o mənada. Bir də 50 say. Sonra 1000, minmək feil, 1000 say. 80 feil, 80 say. Çox say, çox ədad. Bunları yadda saxlamaq lazımdır. Az, çox, xeyli sözləri say və zərf kimi işləndikdə ümumi hesab olunmur. Az, çox, xeyli sözləri. Yəni azla çoxun, məsələn, az adam, bir də az danışdı. Burada danışdı. Burada ümumi sayılır bu sözlərimiz. Yəni deyir ki, az, çox, xeyli sözləri say və zərf kimi işləndikdə ümumi hesab olunur. Bunu yadında saxlayın. Saylar yalnız mənsubə şəkilçisi qəbul etdikdə rəqəmlə ifadə olunan saydan sonra həmin şəkilçi yazılır. Və bu arasındakı defis işarəsi, tir işarəsi deyil, yadınızda onu saxlayın. Sonra saylar eyni zamanda həm mənsubiyyət, həm də digər qrammatik şəkilçilər hal, xəbərlik qəbul edə bilər. Bu zaman rəqəmlə ifadə olunan saydan sonra mənsubə şəkilçisi yazılmır. Ayın 13-də səhvdir. Nətə yazılmalıdır? Bax, ayın 13-də yazılır. Amma burada ayın 13-də söz yazılması səhvdir. Çünki deyir ki, mənsubə şəkilçisi yazılmır. Bəzi saylar öz söz yaradıcılığında məhsullardır. Bir sayından, bax, bir sayı yaranır nə? Bircə zərf yaranır, birlik isim yaranır, birdən zərf yaranır, birləşmək feil yaranır. Birikmək yenə feildir, birinci saydır, birincilik isimdir, bütünlük sifətdir, birdən birə zərfdir, bir çox saydır, bir qədər sayla zərfdir. Gör bir sözündən nə qədər söz yaranır, başqa bir hissəsi yaranır. Diqqət yetir buranı. Sonra İki sayından var, ikilikdir, ikincidir, ikiləşməkdir, ikilikdədir. Demək yaranır nə? Sifət, isim, say. Az sayla azlıq, isim yaranır. Azlıq, isim yaranır.
azalmaq fiil, azacıq həm say olur, həm zərf olur, az çox say olur, zərf olur. İndi bu qeyd edəcəm. Əgər bu sözlərdə azacıq sözündən sonra isim gəlsə say olur, fiil, sifət gəlsə zərf olur. Onun zərf bölməsində daha ətraflı məlumatını verəcəm. Çox sayında çoxluq isimdir. Çoxlu say zərf yaranır. Çoxalmaq fiil, çoxdan zərf. Gör nə qədər bizim saylarda başqa hissəsini yaratmaq olur. Sonra az, çox, xeyli, çoxlu, azacıq, çox, az, çox, bir qədər, bir xeyli sözlər isimlə işləndikdə say, dedik, feil işləndikdə zərf hesab olunur. Həmçinin belə sözlər qurursa, həm sayda, həm düzəltmə, həm də mürəkkəb ola bilər. Yəni bu zərgiyə daxil olan sözlərimiz sayda, düzəltmə, mürəkkəb olar. Burada sifətə yazılmırdı, amma sifət də gələndə öz onu zərf götürürük. Say haqqında məlumatlar burada diqqətlə oxumaq lazımdır, diqqətlə hər bir şeyə baxmaq lazımdır. Sayı elə hasad bilmək olmaz. Sayda yetər qədər sayın da içində yəni çətinliyi var özünə məxsus. Sağ olun, salamat qalın. Növbəti dərsimiz əvəzli haqqında olacaq. Sağ olun.